Hörmətli izləyicilər, bir şəhid bacısını dindirəcəyik. Özünüzü təqdim edin, zəhmət olmasa. Mən Allahverdiyeva Sevinç, Allahverdiyev Arifin bacısıyam. Şəhid Arifimizin. Nə deyə bilərsiniz keçməkeşli günlərdə necə bir insan olub, könlünü gelib Qarabağa, o haqda biraz zəhmət olmasa onun haqqında danışardınız. Arif məktəbi oxuyub, yaxşı oxuyub. Qutaranda Arif bədən tərbiyə institutuna verdi. Sumqayıt şəhərində doğulub, qoyunu da deyim, vurğuluyum. Arif Sumqayıt şəhəridir, əslən İmişdidəndir. Arif həm rəssam idi, həm dərzi idi, həm idmançı idi, həm qarmon çalırdı. İstedad idi da başdan ayağa. Mənim qardaşım hərbi bədən tərbiyə institutuna verdi və yarımçıq qoydu. Xidmətin çəkib gələndən sonra Xocalını eşitdi, Arifdə vətənpərvərlik hissi oyandı və Xəbarovsk vilayətində hərbi biletin cırıb gəldi, könüllü olaraq Hərbiyə yola düşdü. Könüllü olaraq. Bizim ailədə onun könüllü olub getdiyini bilməmişik.